60 il bu ömür yolunda keçən hər gün mənə bir həqiqət öyrətdi. İnsan yaşadığı qədər yox, yaratdığı qədər yaşayır. Mənim üçün yaradıcılığın adı sənət oldu. Hər şey uşaqlığımdan başlayıb. Nənəmin əllərinin istiliyi, baxışındakı mərhəmət mənim ilk məktəbim idi. Səbirli olmağı, halallığı, sırsanda əyilməməyi ondan öyrəndim. Bugün də içimdə daşdığım dəyərlərin çoxu nənəmin bəxş etdiyi işıqdır. Zaman dəyişdi, dünya dəyişdi, mən də dəyişdim, amma ürəyimdəki rənglər dəyişmədi. Həmin rənglərlə, illərlə yaratdığım əsərlərdə Nəvai ruhunu, baxışını, inancını sizinlə bölüşdüm. İndi isə ömrümün bu zirvəsində dayanıb, su kimi axıb keçmiş həyatımın xülasəsini, könül dəftərinin səhifələrini sizinlə birlikdə açırıq. Rəssam Nəvai Metin fırçası illərin izini daşıyır. Hər rəng bir ömür, hər tablo bir hekayədir mənə görə. Onun üçün rəsm bir dil kimidir. Rəngləri danışdıran, xatirələri canlandıran bir dil. Azərbaycanın torpağından doğulan bu dil bugün dünyanın müxtəlif ölkələrində, Türkiyədə, Qazaxıstanda, Qırğızstanda, Pakistanda, Özbəkistanda və bir çox başqa yerlərdə eyni ahənglə danışılır və duyulur. Çünki Nəvai Metin sevənlərinin qəlbini çəkdiyi tabloları ilə fəth eləyib. Onun yaradıcılığında zaman bir başqa dövr eləyir. Qocalıq gəncliyinə, gənclik də gələcəyinə əl edir. Bəlkə də elə buna görədir ki, Nəvai Metinin əsərlərində sirli başlanğıclar yatır. İnsan həyatı o qədər qısadır ki, bütün ömrü boyu öyrənməyə can atmalıdır. İnsan ömrü yoxuş, düz və eniş. Bundan ibarətdir. Çox qısa. Mənim dostum Akif Səməd bir dəfə dedi ki, görüşəndə dedi ki, Nəvai, əvvəllər yoxuşda təntiyirdim. Nəfəsim biraz daralırdı. Sonra düz yolda yeriyəndə də təntidim. Və artıq deyir, enişdə də təntiyirəm. Bir göz qırpımında keçəcək qədər ömür qısadır. Və təbii ki, bu ömürdə də çalışıb biz yadda qalan bir işlər görməliyik. Dünyanın hər köşəsində incəsənət bir körpü sayılır. Bu körpüdən gələn də, gedən də hər dəfə bizə bir şeyi xatırladır. Dünyanı yalnız sənət xilas edəcək. Bugün könül dəftərimin növbəti səhifəsi məhz onun izləri ilə açılıb, onun fırçası ilə rənglənəcək. Onun adı ilə cuşa gəlib, onun sorağı ilə dünyaya səs salacaq və bizi səyahətlərdən səyahətlərə çıxardacaq. Ağstafanın sakit yollarından başlayan hekayəsi Səmərqəndin qədim daşlarına can verəcək sanki. Dünyanın dörd bir yanında xatırlanacaq. Nəvai Metin 1965-ci ildə Azərbaycanın Qazax rayonunda dünyaya gəlib. Körpəlik illərini nənəsi Səadət ananın yanında keçirib. Onun ilk qələm tutmağına,
ilk rəsm çəkməyinə, ilk uğuruna şahid elə o qadın olub. Fırçasına öz duasını hopduran Səadət ana sanki ən böyük əsərini, Nəvai Metini yaratmışdı. O mərhəmətli baxışların işığı idi ki, bugün bütün dünyanın tanıdığı rəssam həyat mənzərələrini rənglərə çevirərək insanlara duyğularını çatdıra bilir. Nəvai Metin deyir ki, onun yaxşı insan olmasını, dərinliyi duya bilməsini və dürüst yaşamağı öyrənməsində ən böyük pay elə anası kimi sevdiyi, bütün uğurlarını borçlu olduğu Səadət anaya məxsusdur. Azərbaycan Pedaqoji Universitetində bədii qrafika ixtisası üzrə təhsil alan Nəvai Metin o gündən bəri fırçasını bir an belə yerə qoymayıb. Anası Məruzə xanım isə oğlu haqqında danışarkən həm qürur, həm də hüzn dolu hisslər keçirdi. O nənə Nəvaiyə başqa cür olur. Mən ona ana olmamışam. Amma mənim anam 7 ayından saxlayıb onu. 7 aylıq uşaq vermişəm. Çünki işləmişəm xəstəxanada. Saxlayanım olmur. Anama vermişəm. Elə ondan da uşaq yeridir, anam bana vermədi. Özümün də ürəyim ağrıyır. Ki, mənim anam Nəvaiyə bu qədər baxmışdı, bu qədər hörmət eləmişdi, bir-birinə bağlı idi. Nəvai ona bağlanmışdı, o da Nəvaiyə bağlanmışdı. Bizim nəsildə düzü indiyənə qədər rəssam olmuş. Amma mən anamgilə gedəndə görürdüm ki, bu balaca vaxtından elə bir belə karandaş kağız əlində çəkib oraya qoyub. Əksinə buna aşığım tuturdu. Mənim düzü qardaşlarım azidi idi. Oğlum, qızım da azidi idi. Ona görə hər kəs özün bilirsən ki, öz tərəfinə gedir. Çalışırdım ki, o da onlarla getsin. İtiraz edirdim. Mən deyirdim, bu nədir? Şəkilləri cırırdım ki, qoy görməsin. Anam da mənlə dalaşırdı. Ona dərs deyən müəllimlərdən yoldaşlarım var idi. Hansı ki, orta məktəbdə mən onlarla 10 ili bir qutarmışdım. Eşidirdim ki, buna dərs deyir, Nəvaiyə dərs deyir. Onlar məlumatı bana verirdi. Deyirdi, oğlum həmişə ən çox şəkillə məşğuldur. Ona görə mən həmişə bunu danlayardım. Həmişə deyərdim, əl çək bu yoldan, ona qiymət verməyim. Mən şəxsən o müəllim yoldaşlarıma tapşırıq verirdim. Nəvai müəllim mənim ən istəkli şagirdlərimdən olubdu. İstər tərbiyəsinə, istər qabiliyyətinə, qanacağına görə çox istəmişəm onu. Bu müəllim-şagirdlik münasibəti sonralar dostluğa çevrilib. Biz uzun müddətdir Nəvai ilə çörək kəsmişik, dost olmuşuq. Çox da etibarlı, istiqanlı, mehriban dostdur. Oxumağından çox da bunun tərbiyəsinə, aldığı mərifətə, tərbiyəyə görə mən həmişə hörmət eləmişəm Nəvaiyə və ümid edirdim ki, mütləq bu bir yana çıxacaq. Sonra deyəsən pedaqoji instituta qəbul oldu, həmən ili, qurtaran ili. Sonra rəssamlığa keçdi. Onunla fəxr eləyirəm, iyi ki varsan Nəvai, sənlə qürur duyuram mən. Nəvaiyə dünya şöhrətli rəssam demək olar. Nəvai hələ bundan da yüksək zirvələrə layiq bir oğlandır. Bir də Nəvaini ona görə çox istəyirəm ki, Akif Səməd rəhmətli ilə möhkəm dost olublar. Mən də Akif Səmədi çox istəyirdim. Ömrün boyu astın, kəstin, dünya sənin nəyindir ki? Arxasınca umdun, küstün, dünya sənin nəyindir ki? Yan oduna yanan deyil, bir dərdini qanan deyil, atan deyil, anan deyil, dünya sənin nəyindir ki? İşi olmaz xanla bəylə, gəlmə, gəldin üzümə öyrən. Verdiyinə şükür deyinən, dünya sənin nəyindir ki? Dağlarda qara baxı olan, qəlbimdə yara baxı olan, ağlama qarabıq oğlan, dünya sənin nəyindir ki?
müəllimin sənəti maşallah göz qabağındadır. Yaradıcılıq uğurları, sənət əsərləri. Orada bir dənə Sədət nənə deyirik də, Sədət nənəmizin şəkli ümumiyyətlə həqiqətən canlı bir kimi bir şeydir belə. Sanki rəsm əsəri deyil, özüdür. Vallahi mən onu baxanda, yəni onun evdə o əsas stolun baş hissəsindədir. Elə baxanda elə də yəni qəbul eləyirəm. Sonra Şəhriyarın qəşəng əsəri var. Sizə belə bir şey deyim də, Nəvainin rəssam kimi birinci günləri hamısı yəni mənim gözümün qabağında oldu. Yəni biz onun bədii qrafikaya gedib qəbul olmağı, o qəbul imtahanından çıxmağı, mən onu qarşılamağım hamısı yəni gözümün qabağında bir rəssam kimi. O qabusnamədə belə bir şey var, sənət unudulmur, sənət yaddan çıxmır. Amma sənətin incəlikləri yaddan çıxır. Nəvai artıq o sənətin bütün incəliklərinə görə, onun bütün sənətkardır. Rəssamlarda da, ümumiyyətlə bütün sənətlərdə belədir ki, gərək öz üzərində işləyəsən. Bu adamın biz Bakıda Qubanov küçəsi deyirdik, Abşeron 34'də, orada kvartirat qalırdik. İnstitut dövründə bacım da bizlə idi, keçənlərə rəhmət. Yəni, onun o yuxulu vəziyyətində, onun o işləməyi, onun o müəllimlərinin gəlib getməyi, xüsusilə də rəis müəllim Rəsulzadənin, Nəvainin bir rəssam kimi puxtələşməyində, yəni çox böyük rolu var o kişinin. Nəvai müəllim, deməli, mənim keçmiş tələbəm olmaqla yanaşı bir oğlum kimi var. O, elə 84-cü ildə institutda mən dərs deyirdim. Nəvai təzə əsgərlikdən gəlmişdi. Tələbələrin arasında seçilirdi də, işgüzarlığı ilə, yəni diqqəti ilə, öz davranışı ilə, o qrupada 30 nəfərin arasında, başqalarının arasında seçilirdi. Həm işgüzarlığı ilə, həm də ki, belə insani keyfiyyətləri ilə. O çətinliklər hamısını sinə gələrək, o çox məharətlə işləyirdi, eləyirdi və çox bacarıqlı olandı. Dostlaşdığından bir tələbə müəllim öz yerində bir dost. Elə olur, deyirlər, atanla necə deyir, ata oğul mənsə yox, bir dostum, oğlumla dostum da belə. Hətta elə oldu ki, Nəvai gedib evdə mənim haqqımda danışır. Yəni o xatirələr çox əzizdir. Atası deyib onu götür, gətir bizə. Mən öylər, Allah rəhmət eləsin, atasına öylər. Getdim onun yaşadığı yerə. Nənəsini gördüm, atasını gördüm orada qaldığı yerdə. Müsahibə zamanı hörmətli Rais müəllim keçmişinə dönüb o günləri xatırlayanda göz yaşlarını saxlaya bilmədi və çəkiliş zamanı bizim üçün də duyğulu anlar yaşandı. Çəkilişə biraz ara vermək məcburiyyətində qaldıq. Xatirələr insanı yaşatdığı kimi, yaşamağı da vəsf eləyən elə xatirələrdir. Nəvai Metini tanıyanlar yaxşı bilir ki, onun dostluğa, yaradıcılığa, sənətə xüsusi bir vəfası var. Bu vəfa da sənətin birləşdirici gücündən və uşaqlıqdan onu böyüdən, boya başa çatdıran anası kimi sevdiyi Səadət anadan, müəllimləri, sənət dostları, yol yoldaşlarından gəlir. Elə nənəsi Səadət xanımın düşmədən qalxmağı bacarmayan, heç nəyi başa düşməz sözü Nəvai Metinin illərdir ki, addımlarını işıqlandırır. Bir çox sərgi, kataloq və beynəlxalq layihələrin yaranmasına stimul verir. Elə buna görə də o,
yaratdığı əsərlərlə həm özünü, həm də başqalarını sülhə, birliyə və qardaşlığa çağırır. Müxtəlif ölkələrdəki sərgiləri ilə rəssamları bir araya gətirir. Nəvai Metinin həyatının ən önəmli vurğusu isə insanı sağaldan, insanın ən səssiz və ən güclü şəfası olan sənətdir. Sənət bütün gözəllikləri özündə cəmləşdirən bir varlıqdır. Və sənət təbii ki, dediyiniz kimi məni dünyanın müxtəlif yerlərinə götürür. Türkiyənin demək olar müxtəlif şəhərlərində, müxtəlif bölgələrində, hətta fərdi sərgilər, karma sərgilər, bunların hamısında iştirak eləmişəm. Maraqlı səfərlərdən biri Pakistan idi. Pakistan fərqli bir dövlətdir. Sərgidə təşkil elədik, görüşlər təşkil elədik. Universitetə dəvət elədilər məni, orada bir görüş təşkil elədilər. Kollecə dəvət elədilər. Hətta çox fəxrlə deyə bilərəm ki, Pakistanda hətta bir ağac əkmə mərasiminə dəvət elədilər və mənim adıma bir ağac da dikildi orada. Çinar ağacı. Hətta üstünə də yazdılar, Nəvai Metin ağacı deyə. Qazaxıstana getdik. Qazaxıstanda da onların da özünə xas kültürü, mədəniyyəti, mətbəx mədəniyyəti falan. Bu da tam fərqli bir dövlətdir. Bugün artıq biz sizlə Özbəkistandayıq. Arkada gördüyünüz mənzərələr mənim həmişə kitablarda gördüyüm, nə bilim, xəyallarımda görmək istədiyim bir mənzərə idi ki, bugün artıq o mənzərənin içindəyik. Özbəkistan səfərimizdə ən yadda qalan nüanslardan biri də Özbəkistanın xalq rəssamı, Özbəkistan Rəssamlıq Akademiyasının sədri Akmal Nur eşidəndə ki, Nəvai Metinin filmini çəkmək üçün bura gəlmişik, ürək sözlərini dilə gətirdi. Когда говоришь азербайджанских художников, у меня появляется такой чисто белый зависть, потому что Азербайджан вообще в мировом искусстве занимает, конечно, особое место. Наваи, конечно, когда он первый раз по телефону он на меня вышел, я удивился, что его зовут Наваи. И я вспомнил, конечно, когда о великом Алишере Наваи. И, конечно, имя его мне очень сразу понравилось. Конечно, течением времени, когда мы уже поближе познакомились, конечно, он и как человек мне понравился. Он не только хороший художник, хороший живописец, человек, который мыслит, человек, который разумно свое дело с чувством. И на сегодняшний день он, я думаю, не только хороший художник, а он еще хороший организатор. Он уже не раз организовал многие проекты, которые в этих проектах участвовали и узбекские художники. Так получается, он еще пропагандирует и наше искусство тоже миру. И огромное ему спасибо, дай Бог ему здоровья, чтобы он долгие годы мог вот так же творить и вот так же делать добро своим коллегам, людям, окружающим, всем тем, кто знаком или не знаком даже, потому что его характер – это чисто восточная добрая душа, раскрывшийся, принимающий как бы гостей человек. И, конечно, у любого человека он оставляет очень позитивное впечатление. И поэтому я желаю ему хорошего настроения, крепкого здоровья, и чтобы он никогда не останавливался писать свои картины и организовать вот такие большие проекты. Поэтому здоровья и удачи ему. Nəvai müəllim, bir rəssamın fırçasında dünya necə dəyişir? Bilirsiniz, yer üzündə 7-8 milyard bildiyim qədər insan yaşayır. Da? Bunların hamısı rəssam olsa, bu 7 milyardın hamısı rəssam olsa, və ona məsələn bu ağacı göstərəsən ki, bu ağacı çək. 7 milyard insan bu ağacı çəksə, hərəsi bir cür çəkəcək.
Mümkün deyil ki, onların ikisi bir-birinin eyni olsun. Bu nəyə bağlıdır? Rəssamın baxış açısına bağlıdır. Nəvai müəllim, onda demək olarmı ki, bütün fərqlilikləri bir arada birləşdirən insandır rəssam? Rəssam deməyək. Bütün fərqliləri bir arada birləşdirən sənətə, təsvir baxımından ona rəssamlıq deyilir. Bu sənətin adıdır. Rəssam fərddir, amma ümumiyyətlə götürəndə bu sənətin adı rəssamlıqdır. Müsahibə zamanı Nəvai Metinin məsələlərə özünə məxsus yanaşması, düşünərək cavab verməsi məni də çox düşündürdü. Müsahibimiz deyir ki, bu 60 ildə o həm acı görüb, həm sevinc, həm itirib, həm qazanıb, həm yorulub, həm güclənib və yaşadığı müddətdə bir şey anlayıb. Anladı ki, bu həyatda hər kəs öz həyatının rəssamıdır, memarıdır. Foto başqadır, rəsm başqadır. Foto reallıqdır, rəssamın görmək istədiyidir. Rəssamın görmək istədiyi və necə görməsidir. Şeirlə rəssamın əlaqəsi budur ki, birində sözləndir, birində rəsmləndir. Və tarixdə yazanlar həmin şairlər olub. Əlişir Nəvaidən belə, bizim Nizamidən belə, Füzulidən belə, hamısını onlar tarixi yazıblar. Biz bugün deyək ki, Nizami Gəncəvinin zamanındakı şahın fəaliyyətini Nizami əsərlərində görürük, Yeddi Gözəldə görürük, elə də Füzulidə görürük, elə də Nəvaidə görürük bugünkü mövzumuza uyğun. Mən fikirləşirəm ki, insan yaşlandıqca elə bir yaddaş daha dərin edilir. Məsələn, 30 yaşında olanda 10 yaşın əlimə düşmür, misal üçün ya. İndi 60 yaşım var, 5 yaşım əlimə düşür, 3 yaşım əlimə düşür. Çox dərinlədir. O yaşlandıqca elə bir yaddaş daha dərinə gedir. Ona görədir ki, insanlar yaşlandıqca fikir versə kəndə çəkir, torpağa çəkir. Ömrünün bu məhsuldar mövsümündə Nəvai Metin də yaşad olduqca torpaq ətrindən, bahar çiçəyindən, kənd havasından ötürü daha çox darıxmağa başlayır. Çəkdiyi tablolar, yaratdığı layihələr, yazdığı kataloqlar, yetişdirdiyi tələbələr və sənətə verdiyi xidmətlər yəqin ki 100 il ötsə belə tarix onu xatırlamağa davam edəcək. Çünki o sadəcə bir rəssam olmadı. O Azərbaycan vətəndaşlığından dünya vətəndaşlığına doğru yol aldı. O, vətəninə bağlı qalmağı bacaran və hər gün özü ilə hesabatlaşan bir insan oldu. Dünyanı sənət xilas edəcək dedik və yola çıxdıq. İnsanları birləşdirən, birliyə çağıran yeganə yol sənət yoludur. Çünki sənət ruh işidir. Ruh isə təbii ki, sərbəstlik deməkdir. Azadlıq deməkdir. Hətta mənim bir devizim də var, dünya rəssamları birləşin. Və mən inanıram ki, bu dünya rəssamları birləşin də müəyyən uzun zaman kəsimində bu rəssamların birliyinə, onların dostluğuna, onların həmrəy olmalarına çox kömək edən bir addım olacaq. Nəvai çox bacarıqlı, çox işgüzar oğlandır. Yəni, hər cəhətdən insanpərvərliyi, onun yoldaşlığı. İşlər belə gətirdi ki, biz yaxınlaşdıq, dostlaşdıq ondan, sənət birləşdirdi, sənətin maraqları, sənət birləşdirdi. Və böyük-kiçik münasibətlər təbii ki, Nəvai ilə oğlandır ki, heç vaxt itirmir. Və Nəvai əlindən gələni başqalarına kömək eləmək, ta ki, həmişə hazırdır sənət sahəsində yönəltməyə, eləməyə. Heç inanmaq olmur ki, onun 60 yaşı var. Bu yubiley 60 yaşına çağıranda mən bu cavan oğlandım, maşallah. O Nəvai müəllim gözəl ailə başçısıdır, 6 nəvəsi var. Allah onların canlarını sağ eləsin. Gözəl oğulları var, gözəl əlləri var. Yəni ki, gözəl fəaliyyəti var.
Ona yaradıcılıq uğurları arzulayıram. Nəvai necə var elə davam eləsin. Mənə elə gəlir ki, elə çox pillələrə nail olacaq. Xoş təəssürat adamı bağışlayır ki, yəni rəssam yoldaşı olmaq. Nəvai müəllim olur, tez-tez gedir səyahətə, tez-tez gedir məsələn Türkiyəyə, başqa ölkələrə işinlə əlaqədar olaraq. Ancaq mən gedə bilmirəm. Çünki mən elə bir fobiyam var təyyarə ilə. Əvvəl biraz qısqanclığım olurdu, söhbətimiz olurdu. Sonra qısqanmadım sözün arasında. Çünki rəssamdır. Hər halda rəssamları, yəni incəsənət adamlarını başa düşmək olar ki, onlar gözəllik sevəndilər, gözəllik aşiqidirlər. Mən onu deyim ki, Nəvai müəllim rəssamdır, ancaq mənim rəsmimi çəkməyib. İndi mən sizə bir dənə söz demək istəyirəm ki, elə əlimə fürsət də düşübdür. İstəyirəm indi mənim portretimi çəkəsiniz. İnsanlar sizi rəssam kimi tanıyır. Amma rəssamın da döyünən bir ürəyi var. Tabii ki, tabii ki. Ürəyinizin ən çox döyündüyünü harda hiss edirsiniz? Baxır, orada bir sevinç döyüntüsü var. Sevinç. Həyəcan döyüntüsü var. Məsələn, bir rəsm çəkirsən, rəsm bitirəndə rəsm uğurlu alınıbsa, onda bir sevinç döyüntüsü var. Adam sevinir. Yəni bir baxırsan yaxından, uzaqdan belə. Və yaxud alınmayanda özünə biraz peşman olursan, biraz həyəcan keçirirsən, o da başqa bir döyüntüdür. O da həmin dediyim kimi anlara bağlıdır da bu döyüntülər. O da olur təbii ki, bütün yaradıcı adamlarda mən fikirləşirəm, istər şair olsun, istər rəssam olsun. Bunların hamısında normal bir şeydir bu döyüntülər. Sevgili Nevai Metin'le ben 20 sene önce yine bir etkinlikte sanatla ilgili onun sergisine İzmir'e gelmişti. Böyle tanıştık. Muhteşem, güzel bir dost, güzel bir insan. Ama Nevai Metin'le biz o dostluğun yanı sıra ciddi anlamda kardeşlik bağı gelişti. İyi bir Azeridir, Azerbaycanlıdır. İyi bir dünya vatandaşıdır. Yerelden evrenseli, yani yerelden başlayıp evrensele sanatsal anlamda, insan anlamda da taşıyabilen bir dostum, kardeşimdir. Ben onun ağabeyisiyim. Özellikle onu söylemek istiyorum. Dünya çapında işte bizim Nazım Hikmet vardır, Aragon vardır. Aragon'un çok önemli bir sözü vardır. Dünyayı güzellik kurtaracak, sevmekle başlayacak her şey. Aragon'un da söylediğinin daha yerelden evrensele götürdüğü Nevai'nin şu sanat dünyayı güzelleştirecek ve dünyayı kurtaracak. Buna benzer bir şey de bizde bir tekerleme vardır. Ya Mevlana'nın ya olduğun gibi ol ya göründüğün gibi ol diye Nevai yine bunu kendi böyle Azeri diliyle, o lehçesiyle ya olduğun gibi görün ya da gözüme görünme. Böyle de güzel bir espriyle kapatalım. Xoşbəxtlik insan üçün odur ki, onun o gördüyü işdə fərqi yoxdur, yaradıcı insandır, fərqi yoxdur. Hər bir insan bir işdə məşğul olur. O şəxsiyyəti tamamlansın. Yəni şəxsiyyətin tamamlanması məsələsi çox ciddi bir məsələdir. Və əgər sən hər hansı bir zirvədə olasan, əgər ona uyğun şəxsiyyətin yoxdursa və yaxud da cəmiyyət arası hörmətin yoxdursa, demək o məşğul olduğun sahə heç bir perspektivi yoxdur. Və sən ölən kimi də hər şey öləcək. Nevai xoşbəxtlik ondadır ki, Nevai tamamlanır. Ki, Nevai rəsm çəkməklə yanaşı, eyni zamanda şeirlər yazır, yaxşı musiqi saz çalır və məclis adamıdır. Yaxşı danışmağı var, yaxşı natiqliyi var. Bütün bunlar Nevainin şəxsiyyətində birləşirlər. Və onun yaratdığı o əsərlər, ensiklopediyak əsərlər, rəssamlar haqqında yazdıqları kitablar və eyni zamanda uluslararası aktivistlər cəmiyyəti və rəssamlarla gördüyü işlər, gənc rəssamları göstərdiyi yollar. Bu çox ciddi bir zirvədir və Nevainin son prinsipləri sənət dünyanı xilas edəcək. Həqiqətən bu ciddi bir məsələdir. Mən bir siyasətçi kimi bugün dünya qarışıb.
və ikili, üçlü, dördlü standartlar artıq var və dünyada ədalət deyilən bir şey yoxdur. Ədalət özü gücdədir. Kimin gücü varsa, ədalət də onun tərəfindədir və gələcək nə olacaq heç kim bunu proqnozlaşdıra da bilmir. Nəvainin ortaya atdığı sənət dünyanı xilas edəcək sənət adamları, o söz adamları birləşməlidirlər. Birləşmə vaxtıdır. Tarix boyu da qanlı müharibələr olub, qanlı döyüşlər olub, ölkələr yaranıblar, dağılıblar. Ancaq sənət, söz daim yaşayıb. Nəvai müəllimə bu sənətdə ən yüksək zirvəni arzulayır. Çünki ona layiqdir o. O layiqdir həm sənətinlə, həm də insanlığınla. Yəni, mən hərdən söz düşəndə belə deyirəm ki, Nəvai ilə biz özümüzü müqayisə eləməyik. O dünyəvi adamdır. Yəni, seçilən bir adamdır. Nəvai müəllimə də mən hədiyyə hazırlamışam, onun bir gəraylısı var. Sazda onu ifa eləyirəm və onu bu film üçün hədiyyə eləyərəm. Sabahın senden açılır, kız sabahın xeyir olsun, xeyir olsun, xeyir olsun. Sabah sabah eyle biraz, naz sabahın xeyir olsun, naz sabahın xeyir olsun, naz sabahın xeyir olsun, xeyir olsun, xeyir olsun. Ömür fani, dünya yalan, eşksiz könül olsun talan. Ürəyimə alov salan köz, sabahın xeyir olsun. Hiç bilmedim bu ne işti, ömrüm ahuzarla geçti, ay layla layla. Akif Səməd də demişti, döz sabahın xeyir olsun, döz sabahın xeyir olsun, döz sabahın xeyir olsun, xeyir olsun, xeyir olsun. Dünyanı sənət xilas edəcək devizi ilə onun Azərbaycanda digər türk ölkə və topluluqlarında həyata keçirdiyi layihələr, o cümlədən Azərbaycan mərkəzli layihələri diqqətə layiqdir, təqdirə layiqdir və buna görə də bir vətəndaş, bir dost olaraq ona öz sevgilərimi, sayğılarımı yetirirəm. Hər sənətkar, hər sənətçi ictimai xadim ola bilmir. Hər ictimai xadim də sənətində başarılı ola bilmir. Bu mənada Nəvai müəllimin fərqli bir yeri və dərəcəsi vardır. İkincisi, Nəvai Mətin bilirsiniz ki, Qazax mahalında doğulubdur və onun əsərlərinə tamaşa edən insanlar məncə sanki sənətin
sənətkarlığın poetikasını ilk növbədə görürlər. Nəvai Mətinin şeirlərində rəssamlıq var, rəssamlığında poetika var. Mən onun rəssamlığındakı poetikanın tərəfindəyəm, səhvindəyəm və elə başa düşürəm ki, o orada daha uğurludur. Əlbəttə, indi bir Qazaxlı olaraq onun şeir yazmağı elə də qeyri-adi deyil, təəccüblü deyil. Amma Qazaxın şair sarıdan korluğu yoxdur. Elə Nəvai Mətin incəsənətin poetikasını yaratmaqda, fırçanı şair qələmi kimi işlətməkdə daha çox haqlıdır və daha çox başarılıdır deyə ümid edirəm. Onun yaxşı rəssam olduğunu mən nədən qəbul elədim? Çünki dedim, şəklini çəkəcəm. Mən də indi 70'i ağlayıram birazdan. Dostlarım da olub, tanışlarım da olub. Hər yerə getmişəm, gəlmişəm. O sözü mənə birinci o dedi. Belə fırçanı götürdüm, bir də dedi, sənin burnun əyridir. Dedim, elə şey ola bilməz. Sonra əlimlə yoxladım ki, doğrudan deyir. Bunda rəssamlıq qabiliyyəti gör nə qədər güclüdür ki, insanın sifətinə baxan kimi artıq hiss edir ki, bu insanda nə var, nə yoxdur. Və bu qəribəlik nədəndir? İndi bir kənddən sən çıxıb gedəsən, özünün qabiliyyəti ilə axırda gedəsən, mən onda orada işləyirdim da, onunla bir yerdə işləyirdim. O Türkiyəyə gedirdi, gəlirdi və mən ağsaqqal olaraq o reklam şirkətində uşaqların başının üstə dururdum. 54 və 56 bir dövlətin içində sən birinci yerə çıxasan. Bu bir kənd oğlunun, yəni o elin, ovanın fəxri olacaq bir səviyyədir. Ömrün təbii ki, bu 60 ilində mən də müəyyən deyək ki, obyektlərə fikrim təbii ki, dəyişib. Bu da dediyim kimi normal bir haldır ki, məndə də olub. Elə rəsmlər, çəkdiyim elə rəsmlər olub ki, və yaxud imtina eləmişəm, və yaxud onu silmişəm ümumiyyətlə. Çünki fikir verirsə, mən rəsm deyirəm, çəkdiyim rəsmlər, amma çox bugünkü gənclər, daha çox gənclər deyim də, çünki gənclərdə bir iddia var, iddialı gənclərimiz var bugün. Nə çəksə əsər deyirlər. Amma mənim onlara tövsiyəm, əsər çəkməyə hələ çox var. Yəni, bəlkə də insan ömrü yetməyəcək qədər var. Əsər biraz başqa anlamdadır, əsər biraz yəni sözü deməyə insan özündən məsuliyyəti tapmalıdır ki, yaratdığına, çəkdiyinə əsər desin. Çəkdiyim rəsmdir, nə bilim, mənim işimdir, belə. Amma əsər demək biraz, yəni mən elə qəbul edirəm hər halda, gənclər inciməsin. Rəssamlıq həyatda insanın özü tərəfindən qazanılan bir şey deyil. O sənəti insana Allah verməlidir. Məsələn, mənə desələr ki, 10 ildə məşğul olsam, bir çək ilə mən onu eləyə bilmərəm. Qazaxdan mən 3 rəssam tanıyırdım. Biri Nəvaidir, biri Qafa Sarıvəllidir, bir də Məhəmməd Dəmirçioğlu. Həqiqətən mən onların sərgilərində iştirak eləmişəm, yaradıcılıq günlərində iştirak eləmişəm. Nəvai bizim xeyriyyə ictimai birliyin bütün tədbirlərində yaxından iştirak edir. Həm Qazaxda keçirilən tədbirlərdə, həm müharibə dövründə, 44 günlük müharibə dövründə şəhidlərlə bağlı Nəvai bütün tədbirlərdə iştirak elədi. Hətta onların adlarını, özlərinin portretlərini çəkdi, ailələrinə verdi. Dünyanın sənət xilas edəcək. O çoxdandır, bizim respublikamızda bununla bağlı çoxlu işlər görülür. Və bütün sənətkarlar o sahədə öz əsərlərini, öz işlərini nümayiş etdirirlər. Nəvai də onlardan biridir. Nəvai eyni zamanda istedadlı uşaq görəndə, tələbə görəndə, alim görəndə, rəssam görəndə çox sevinir. Respublikada ixtiyar sahədə hansı sahə olsun, Nəvai öz sözünü deyə bilər, öz əsərlərini ortalığa qoya bilər. Nəvai müəllim, biz sizinlə fəxr edirik. Allah sizi qorusun. Ümumiyyətlə, yaradıcı insanlar bir ilğim kimi, miraj kimi bir şeydir. Bilmirsən, onlarla nə vaxt tanış olursan, nə vaxt dostlaşırsan, bir də baxsan ki, sənin iş dünyandadır. Nəvai Mətin də bax, belə bir mənim iç dünyama daxil olubdur. Onun yaratdıqlarının hamısını mən şedevr kimi dəyərləndirirəm. Mən Nəvai Mətini ümumiyyətlə impressionist rəssam adlandırıram. Nəvai Mətinin əsərləri canlıdır. Onlarda energetika var.
Onlar insana təsir eləyə bilir. O Azərbaycan rəssamları yox, ümumiyyətlə Türk dünyasının, Turan dünyasının, ümumiyyətlə dünyanın rəssamlarını dünya tanıdır. Və eyni zamanda Azərbaycana tanıdır. Eyni zamanda o təqdim eləyir onların əsərlərini. Nəvai Mətin çox yaxşı bilirsiniz, bunun mütəfəkkir rəssamdır. Dünyanın problemləri onu düşündürür, onu həm əsərlərində ifadə eləyir, həm də o problemlərlə həlli istiqamətində cəhd eləyir, can atır, can yağılısı göstərir, əsərlərini təqdim eləyir. Və eyni zamanda o dünyanı sənət xilas edəcək devizi altında, şüarı altında o dünyanı gəzir. Eyni zamanda gəzmir, həm də kataloqlar nəşr elətdirir. Bu nəşrlərin hamısı da sadə başa gəlmir. Onun o qədər, mən elə bilirəm ki, hələ o sənətində, rəssamlıqda yaratmağına baxmayaraq, eyni zamanda o sənətin zirvəsinə hələ çatmayıb. Yəni, çatmayıb bu mənada ki, sənətin zirvəsindədir. Yəni, o istədiyi ən möhtəşəm əsərini hələ yaratmayıb. Onun içindədir. Bəlkə də o heç düşünmüyor onu. Bu impressionist rəssamların bir şeyi də odur ki, onlar o formanı fikirləşmirlər, birdən-birə yaranır. Yəni, o hələ ən gözəl əsərlərini elə bilirəm ki, yaradacaq. Nəvai müəllimin yaradıcılığı sadəcə rənglərin bir-biri ilə ahəngdar birləşməsi deyil. Bu, kainatın və insan ruhunun ən dərin sirlərinə çatmaqdır. O, hər bir əsərində əbədi mübarizəni, insanın varoluşunun mənasını və dünyanın mürəkkəbliyini göstərir. Nəvai müəllim, sevgi ilə yaradıcılıq arasında hansı əlaqə var? Sənət bir sevgi ilə olur, bir də nifrətlə olur. Deyək ki, gözəlliyi vəsf edən rəssam, bunlar sevgi ilə yaradılan işlərdir, əsərlərdir, amma deyək ki, bir karikatura janrı var, nə var? Orada artıq cəmiyyətdə olan o negativ halları nifrət hissindən yaranmış bir janrdır ki, amma ikisi də birlikdə sənətdir. Sevgi, yəni gözəlliyi tərənnüm edilmək üçün dediyim kimi, nifrət isə o bir tərəfi, əks tərəfinə. Nəvai Mətindən razısınız? Hələ yox. Nə vaxt gözlənilir o razılıq? Rəssama bir sual verirlər ki, rəssama, şairə falan ki, ən gözəl əsəri yaradırsınız mı? Təbii ki, o əsəri yaratdısa bitdi deməkdir. Çünki bu şairlərdə də var, rəssamlarda da var. Rəssam bir kətanı deyək ki, malbertin üstünə qoyur və təzə bir əsər çəkir ki, indi ən gözəl əsərini yaradacaq. Və ondan sonra baxır ki, bu da sıradan bir əsər oldu yəni. Ona görə bu iş daim davam edir. Onda ömür davam etdikcə yaradıcılıq davam etməlidir. Nə qədər davam etdikcə adam öyrənməlidir. Və təbii ki, davam eləməlidir yolundan. Onun bütün əsərləri, hər kompozisiyası dil, din fərqi olmadan hər bir insana, dünyanın dörd bir tərəfində yaşayan xalqlara bir şeyi söyləyir. Həqiqətən də bu dünyanı yalnız və yalnız sənət xilas edəcək. Yaşadığım bu 60 ildə dönüb geriyə baxanda anladım ki, insan kim olur olsun, harda olur olsun, doğulduğu, uşaqlığının keçdiyi yerlər daim onu özünə çəkir. İnsan doğulduğu torpağı təbii ki, sevməlidir. Amma mənim üçün əsas olan dünya vətəndaşı olmağa can atmaqdır. Mən sənətin insanları xilas edəcəyinə və insanların da dünyanı dəyişəcəyinə inanaraq yola çıxdım. Və yaşadığım 60 ildə anladım ki, nə insan gözü torpaqdan doydu, nə də torpaq insandan. Və sevgisizlikdən ölən insanları sevilə-sevilə anılan gördüm. Ken dedin o vaxtlar yadıma düştü, gözümün önüne geldi o çağlar.
Temiz vaxtlarıydı onda dünyanın. Gül çiçeği açardı bahçalar, bağlar. Oğlanlar igidi, kızlar güzeldi. Sevgi yarışıydı o vakti yarış. Birden görerdin ki gün gülümsedi, birden başlayardı şıdırğı yağış. O vaxt başkaydı ayın özü de, elini uzatsan elin çatardı. O vaxt ki ulduzlar benim gözümde, elə bil durnaydı qatar qatardı. Kuzular melerdi, itler hürerdi, toyuq cüceliydi her heyet baca. Bizim oyunumuz ya dava dava, ya gizlen paçidi ya da tapmaca. Saça köz salardı şirin neneler, bacada tüstüler yarışardılar. Elə ki kömbə